Sabahınız xeyir olsun əziz və dəyərli izləyəcəyimiz. Həftənin ilk iş gündən sizlərə salamlıq. Təqvimlərimizdə 13 oktyabr tarixini göstərir və bu deməkdir ki, artıq bizim üçün həftəmiz gözəl başlayır. Hər zaman olduğu kimi 10:00 göstərisi saatlarımız bu deməkdir ki, mən Gülnar Səhliyarın təqdimatında xoş sabahın vaxtıdır. Əyləndik, gözəl zaman keçirdik. Artıq rəqslərlə dəyərli həmkarım Ulduz xanım sizə gözəl bir-birindən dəyərli hədiyyələri təqdim eləmiş oldu ki, mənim təqdimatımda isə maariflənmək zamanında o dəyərli xanımlar, həmcinslərim ekranlara daha yaxın əyləşin. Çünki bugün Çəhrayı oktyabr ayından danışacağıq ki, Çəhrayı oktyabr artıq bütün dünyaya qədəm qoyduğu kimi bizim də Azərbaycanımızda məhz elə bu mövzularla bağlı əhatəli müzakirəmiz olur ki, məlum məsələ tibbdə Çəhrayı lent ayı kimi fərqləndirilən süd vəzi xərçənginlə mübarizə ayı kimi qələmə verilən məhz elə oktyabr ayının günlərini yaşayırıqsa, bu deməkdir ki, biz də bu mövzulardan hər zaman yan keçirməyə çalışacağıq ki, artıq uzun illərdir Azərbaycan səhiyyəsinə öz töhfələrini verən Amerika və Avropa Onkoloqlar Cəmiyyətinin həqiqi üzvü ölkə üzrə kifayət qədər öz sayəsində tanınan, sevilən, seçilən dəyərli immuno-onkoterapiya üzrə mütəxəssis tibbi onkoloqumuz Pərvanə xanım Rüstəmova studiyamızın özəl qonağıdır. Xoş gəlmişsiniz Pərvanə xanım. Təşəkkür edirəm Gülnar xanım. Xoş gəldinizə gələk. Həftəni, günü sizin efirinizlə başlamaq çox gözəldir. Bizim üçün də çox böyük şərəfdir. Həqiqətən də bugün Pərvanə xanım tək deyil, bu sahənin həqiqətən də uzun illərdir təbibi olan və ölkə üzrə kifayət qədər öz sayəsində sayılıb seçilən bir dəyərli dostumuz var ki, mamoloq, onkoloq Kəmalə xanım Rəhimova studiyamızın özəl qonağıdır. Xoş gəlmişsiniz Kəmalə xanım. Çox sağ olun, təşəkkür edirəm. Necəsiz? Çox sağ Gününüz olun. uğurlu olsun. Hamımızın. Həftəniz möhtəşəm başlasın. Bu ay başlayandan etibarən görürəm ki, mütəmadi siz, düzdür, Kəmalə xanım həm dövlət sayəsində, həm özədə çalışdığı üçün bilirəm ki, baş qaşımağa vaxt yoxdur. Bacardığımız qədər amma maarifləndirici çıxışlarımız olur. Ümumiyyətlə, oktyabr ayı başlayandan nələr baş verib, nə kimi belə deyim, yeni layihələr var, konferanslar olacaq, bilirəm, sabah o birisi gün gedəcəksiniz konferansa, növbəti konferansa. Elədir, oktyabr ayı başlayandan həqiqətən yeni iki dalbadal tədbirdən gəldik. Bir, Türk dilli dövlətlərin Özbəkistanda, Səmərqənd şəhərində keçirilən tədbirində süd vəzi xərçənginə aid elə məhz oktyabr ərəfəsinə yaxın gəldiyinə görə bizə də bir məruzə etibar edilmişdi. Çox sağ olsunlar, orada çıxış elədik. Çox yüksək səviyyədə bir tədbir keçdi. Oradan dönəndən çox qısa zaman sonra isə Kiprə yollandıq. Burada da məhz belə deyək